Möhtəşəm 2. Ramzes. Möhtəşəm 2. Ramzes 3000 il bundan öncə Misirdə hakimiyyətdə olub. Hakimiyyət müddəti 66 il sürüb, 90 yaşına qədər yaşayıb. Ən çox Misir düşmənləri üzərində qələbəsi və möhtəşəm abidələrin inşası ilə yadda qalıb. Onlardan bəziləri Abu Sümbel kimi abidələr bizim günümüzə qədər gəlib çatıb. 8 arvadı olub. Onlardan çoxu öz qızları imiş. Özündən sonra 100-dən çox övladı qalıb. Dünyada ilk sülh müqaviləsi imzalayıb. Onun mumyası 1881-ci ildə tapılıb. Sağlığında faraonun turuncu rəngli saçları olub. Göbələkdən təmizlənmək üçün mumyanı Fransaya aparanda ona pasport verilib. Pasportunda ölmüş kral yazılıb. Alimlərin fikrincə sağlığında görünüşü belə olub.